Azərbaycan xalqını demək olar ki, bütün ailələrini əzən bir problem vardır ki, bu güvənc hissini çox zədələyir. Bu da onların bank borclarıdır, faizləridir, cərimələrin ödənməsidir. Demək olar ki, elə bir ailə tapmaq olmaz ki, bu faizlər onları əzməsin. Təsəvvür elə ki, Azərbaycanda 20%-dən yuxarı əhaliyə borcdan kreditlər verilir. Baxırıq, bir-iki dənə qabaqcıl ərəb ölkələrin çıxmaq şərti ilə bütün müsəlman ölkələrində hədsiz yüksək faizlər var, o cümlədən Azərbaycanda. Maraqlıdır ki, bunlar ancaq yoxsul ölkələrdir. Özü də İslam qadağan elədiyi, haram buyurduğu, sələmi haram buyurduğu bu ölkələrdə, Azərbaycanda biz təzə bankın müdürün, Mərkəzi Bankın müdürün rəhbərini təyin elədik. Ondan mən istərdim deyəm, ola bilərmi ki, biz deyək ki, 5-6%-dən artıq bir hədd qoyaq ki, ondan artıq əhaliyə faiz verilməsin. Ola bilərmi ki, bu faizləri, cərimələri silək, cəmaat qazandığın hamısını borca verir. Avropa ölkələrində faiz qadağası yoxdur onların dinində, ancaq demək olar ki, hamısı sıfır vəziyyətindədir. Yəni faizsizdirlər. Ya cüzi 0,1, 0,2 faiz deməli verirlər. Hətta bəzi ölkələrdə faizsiz kredit verirlər, əvəzinə hətta biraz kömək də eləyirlər ki, gələcəkdə vergidə ödəniləcək. Azərbaycan əhalisi bundan çox əziyyət çəkir. Şübhəsiz ki, ehtiyac üzündən bu faizləri götürüb, bu borcları, kreditləri götürüb. Deyək ki, biz beynəlxalq bankdan elə adama kredit verildi ki, milyardlarla 1 milyon əhaliyə mikrokredit vermək olardı oyuna. Hara getdi bilinmir.